Gündə 10 dəfədən çox tualetə gedirdim, amma heç vaxt kağız istifadə etmirdim. Tualet kağızını kiçik bərk toplara çevirdim. Sonra diş pastası əlavə edib sərtləşdirdim. Hər birini quru kağıza büküb möhkəm bastım. Beləliklə həbsxana açarı düzəltdim. Mühafizə qolbağı açanda sakit qaldım. Kağız topunu açarın yerinə saldım. Hətta qapı kilidli olsa belə daxildən sürgünü itələyib xaricdəki klaviaturaya çatırdım. Koda gəlincə onun da hiləsi var idi. Süd qutusunu əzib içindəki mum örtüyünü soyurdum. Təmizləyib klaviaturanın üstünə yapışdırırdım. Mühafizə baxmayanda o kodu yazanda barmaq izi mumda qalırdı. 20 cəhd etdim və lənətə gəlmiş qapı nəhayət açıldı. Amma bu sadəcə başlanğıc idi. Divardan keçmək isə əsl iş idi. 3 şey lazım idi: plan, rejim və xaricdən biraz kömək. İlk gündən hər şeyi izlədim. Həbsxana tam bağlı idi, amma tək adamlıq kameranın yanında qorunan bir yanğın hissəsi vardı. Buna görə dava salıb özümü qaranlıq kameraya göndərtdim. Orada mühafizə cədvəlini öyrəndim. İstirahət vaxtından sonra həmişə 7 dəqiqəlik boşluq olurdu. Ssenarini işə saldım. Luke kadrları monitorlara ötürdü. Mən ventilyasiyadan sürünüb yanğın hissəsinə keçdim. Əlavə uniforma dəyişdim və qalan iş xaricdəki komandaya düşdü. Tam vaxtında darvaza yanında bir maşın partladı. Bütün yer qarışdı. Heç kim mənim yanğın maşınının altında gizləndiyimi görmədi. Heç kim qaçış maşınına keçdiyimi də görmədi. Tezliklə mən müdirin qarşısındaydım. Bu dəfə həqiqəti dedim. Mən cinayətkar deyildim. Mən həbsxanadan qaçış mütəxəssisi idim. 15 müəssisəni yoxlamışdım. CIA mənə müraciət etdi. Dedi ki, özəl bir müəssisə var. Dünyanın ən təhlükəli adamlarını saxlayır. Mən 5 milyon üçün və onların heç vaxt qaçmamasına əmin olmaq üçün razılaşdım. Amma bilmirdim ki, bu missiya mənə hər şeyə başa gələcək. Tutulma günü saxta şəxsiyyətimi əzbərləmişdim. Hətta tərəfdaşım qoluma izləyici yeritmişdi. Amma çıxan kimi kimsə məni elektroşokla vurdu. Qımıldamağa imkan olmadan məni furqona sürüklədilər. Məni skan edib izləyicini tapdılar. Sonra sakitləşdirici vurdular və hər şey qaraldı. Oyandım, çaşqın idim. Bu gördüyüm heç bir həbsxanaya bənzəmirdi. Havada asılmış şüşə kameralar, maskalı və tüfəngli mühafizəçilər, 360 dərəcə kamera məni dayanmadan izləyir. Mənim əsəbim orada pozuldu. Müdiri görəndə dərhal geri çəkilmə kodunu verdim. Elə bildim iş bitdi, amma o gözünü belə qırpmadı. Sadəcə dedi ki, buna diqqətlə nəzarət edin. Sonra məni vurdu.